aldığı qiymətlərdən danışır. Da 0-dan 2pi-yə qədər aldığı qiymətlərdən danışır. Və y-i -1-ə bərabər olan düz xəttini sinus x və kosinus x-in kəsmə nöqtələrindən danışır. Deyir ki, deməli, bax, deyir ki, bu -1 nöqtəsi sinusdan kəsişdiyi yerə A yaz, kosinus x-dən kəsişdiyi yerə B yaz, A və B nöqtələri arasındakı məsafəni tap. Deməli, aralığımız var 0-2pi arası. Sonra birinci funksiyamız sinusdur. İkinci funksiyamız kosinusdur. Və birincini A ilə kəsişdiribdir, ikincini B ilə kəsişdiribdir. Düz xəttinin funksiyasının qrafiklə kəsmə nöqtəsi, funksiyasının qrafiklə kəsmə nöqtəsi. Söhbət bunun kəsmə nöqtəsindən gedir, başa düşürsünüz mü? Qayıt bir dənə qaydaya çək. Deməli, baxın bir dənə görün nə deyir. Bax, arşalar, burada tünd rənglə olan kosinus unçudur, qırıq xəttdən olan da sinus unçudur. Və səfər, bizə lazımdır -1. Biz bilirik ki, trigonometriya radiusu 1-ə bərabər olan çevrədən danışır da. Aşağıdan ən kiçik -1, yuxarıda ən böyük 1 qiymətini almağı bacarır. Hansı ki, bizə bir funksiya demişdi, y bərabər -1 funksiyası. y-2 -1-də kəsən düz xətt parçasından danışırdınız, değil mi? Və bu verdiyi 0-2pi aralığı parça demişdik. O nə deməkdir? Yəni deyir ki, mənfi tərəfə baxma. Baxsan 0-a, 90, 180, 270, 360, bax, bu aradan danış deyir. Deməli, burada görün nə olacaqdır. Deməli, bu arada x oxu ilə sinusdan kəsdiyi nöqtə, sinus hansı edarşılar qırıq xətdən olanda, bax, qırıq xətdən bir dənə burada dəymişəm, düz döyümü? Bir lazımdır bizə bu nöqtə. Başa düşürük. Deməli, sinusdan y bərabərdir, -1 kəsişdiyi nöqtəyə yazdıq nə? Al. -1 ilə kosinusun kəsişdiyi nöqtəyə də B yaz deyir. O da bir dənə bu nöqtədir. Görürsünüz, başqa bir dəydiyimiz bir yer yoxdur. 0-360 aralığından danışıram. Düzdür mü? Qutar. Deməli, qiymətlərə baxın indi. Bağışlar. Burada 0-dir, 90-dir, 180-dir. Deməli, bu məsafə gəlib x oxuna harada deyil? Pi-dir. Yazdım bura B nöqtəsi. B nöqtəmiz idi da bu bizim. Oldu pi nöqtəsi. Gəldik bu birisinə. Deməli, bu görə həqiqətən düzmü deyirik. Bax, kosinus həqiqətən 270-də 0-a bərabərdir. Sinusumuz da həmin nöqtədə -1-ə bərabərdir. Düzdür da, düzdür mü? Deməli, həmin nöqtədə nə nöqtəmizdir? 270 dərəcə yazaq da istəyirsiniz. Burada istəyirsiniz 180 yazın. Yekunda onsuz da pi yazacaq cavabı. Məndən aradakı məsafəni istəyirsə, 180-dən 270-ə dərəcə olaraq qiymətimiz nədir? Məsafəmiz nədir? 90. 90 da pi ilə göstərmək istəsəm nətər yazaram? A-dan B-yə qədər olan məsafə 90-dır. 90-da nətər yazılır? Pi böl 2. Tamam. Yəni, əslində çox asan misaldır. Sadəcə şəkli çəkib göstərmək lazımdır ki, aradakı məsafəmiz neydir? Çəkmə ilə baxsa var mı? Yaxşı.